Salam şagirdlər, bu videoda Riyaziyyat 5.8-in 7-ci nəşrinin natural ədədlərin A variantından 1-dən 60-a qədər olan sualların izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar, birinci sualdan. Bizə verib ki, 425.198 ədədində neçə minlik var? Bunun üçün minlik olan ədəddən sağdakı ədədlər atılır və qalan ədəd olur minliklərin sayı. Baxın uşaqlar, təklik, onluq, yüzlük, minlik. Bu ədəd özü qalır, bundan sağdakılar atılır. Olur 425. Düzdürmü? 425 dənə minliyimiz var. Cavabımız olar A bənd. İkinci sualda isə yenə baxın 2456 ədədində neçə yüzlük var? Yüzlüyümüzü tapırıq, təklik, onluq, yüzlük. Bu qalır, bunlar atılır. Qalır 24. Deməli 24 dənə yüzlüyümüz var. Cavabımız C bənd. Üçüncüyə isə bizə verib AB 2 rəqəmli ədəd olarsa və 7B-yə bərabər olarsa bizdən A-nı soruşur. Diqqət edək. Uşaqlar 2 rəqəmli ədədimiz 10A üstə gələk B idi. Bu 7B-yə bərabərdir. Keçirsək bir tərəfə 10A bərabərdir 6B. İxtisarləsək 2-yə qalır 5A bərabərdir 3B. İndi diqqət edin. Burada A-nın yerində 3 olsa, B-nin yerində 5 olsa 3A 5B-yə bərabərlər. Doğrudurmu? Deməli bizə nəyə soruşurdu? A-nı soruşurdu və A-nı da biz 3 tapmışıq. Cavabımız D variantı olar. Dördüncü suala diqqət edək. Yenə verib AB 2 rəqəmli ədəddir. 8 vuraq A plus B-yə bərabərdir. Olarsa bizdən A plus B cəmini soruşur. Diqqət edin uşaqlar. 2 rəqəmli ədəd açaq. 10A üstə gələk B bərabərdir 8A üstə gələk 8B. Sağ tərəfdə açdıq. Keçirək bir tərəfə. 10A çıxaq 8A. Bu 10A'dır. 10A. Bərabərdir 8B çıxaq B. Sadələşdirək 2A bərabərdir 7B qalır. Düzdürmü? Və heç bir ixtisar getmir. Deməli A-mızın yerində 7 olsa, B-mizin də yerində 2 olsa bu bərabərlik nə olar? Doğru olar. Deməli A 7, B-də 2. Bizdən cəmini soruşur. 7 ilə 2-nin cəmi. 7 plus 2 bərabərdir 9. Cavabımız C bəndi olar. 5-ci sualda isə 4 rəqəmli ədəd verib 54, A və 2 deyir böyükdür 5461-dən. Olarsa A-nın mümkün qiymətlərinin sayını tapın. Uşaqlar, A-nın mümkün qiymətləri hansılar ola bilər? Baxaq. 5000-dir hər ikisi, 5400, A2 budur, 61 budur. Deməli, bundan böyük olmasını deyirsə, sonunda 2, sonunda 1-dirsə, burada 6 da olar hətta. Deməli, A bizdə 0 ola bilər. Çünki 5402 edəcək və digərindən böyük olacaq. Yox, mən kiçik halını dedim, üzürlü sayın. Bizdə böyük hamı soruşur. Deməli, A 6 ola bilər, 7 ola bilər, 8 ola bilər, bir də 9 ola bilər. Bu halda 5400 tutaq ki 62, 72, 82 və 92 olacaq. Bunlar hər biri 5461-dən böyükdür. Cavabımız nə deyirdi? Mümkün qiymətinin sayını tapın. Sayımız oldu 4 dənə. Cavabımız C bəndi. 6-cı sualda isə yenə 4 rəqəmli ədəd verib 68, 5 rəqəmlidir. 52 ədədi deyir 68542-dən kiçik olarsa mümkün qiymətlərin sayını tapın. A-nın yerində hansı ədədlər ola bilər? 5 özü ola bilər. Çünki 68552 budur. Yox, ola bilməz. Çünki 552 542-dən böyük. 4 olar, 3 olar, 2 olar, 1 olar, bir də 0 olar. Sayımız 3, 2, 5 ədəd. Qiymətlərin sayını tapın. Cavabımız olar A bənd. 7-ci suala baxaq.
457 ədədini onluqlara qədər yuvarlaqlaşdırın. Yuvarlaqlaşdıraq. Təklik onluq. Baxırıq sağdakına. Sağdakı ədəd 5-dən bölünsün. Birim verir. Bu nə olur? 460. Cavabımız C bənd. 8-ci sualda. 6.524.301 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. Baxaq uşaqlar, təklik, onluq, yüzlük, minlik, 10 min. 10 min 2-dir. Baxırıq onun sağındakına, yəni 4-ə. 4 5-dən kiçik olduğu üçün buna birim verə bilmir. Onun üçün olur nə? 652 qalanlarda 0. 0, 0, 0, 0. Nə oldu? 6.520.000. 6.520.000. Canımız A bəndə olar. 9-cu sualda isə deyir, yüzlüklərə qədər yuvarlaqlaşdır da 35 0. Deməli 3500 alınan ən böyük natural ədədi tap. Baxaq. Deməli o ədəd necədir? Yüzlüklərə qədər yuvarlaqlaşdır da. Aha. Təklik, onluq, yüzlük. Deməli 35 qalacaq. Bura 9 yaza bilərik. Deməli buradakı ədədimiz önəm daşıyır. Niyə? Çünki buradakı ədədimiz tutaq ki 5 və 5-dən böyük olsa birim buna verəcək. Düzdürmü? O bizə sərf etmir. Bizə 33.500 lazımdır. Ona görə 5-dən kiçik ədəd lazımdır ki o verməz. Bura 4 yazsa alacaq 3549. Bu ədəd təkcə onu yüzlüyə qədər yuvarlaqlaşdır da. Baxırıq onun sağındakı 4 5-dən kiçik olduğu üçün buna birim verə bilmir. Qalır 3500. Cavabımız olur 3400, yox 3549. Cavab C bənd. Daha sonra 10-cu sualda isə baxaq ki, minliklərə qədər yuvarlaqlaşdırma 3000. Deməli ədəddir. Minliklərə qədər yuvarlaqlaşdırmışıq və 3000 alınan ən böyük və ən kiçik natural ədədlərin fərqini tapın. Baxaq uşaqlar. Deməli minliklərə qədər yuvarlaqlaşdırdıqda ən böyük hansıdır? Deməli 3000 təklik 10 yüzlük minlik. Aha 499. 3499 ədədini minliklərə qədər yuvarlaşdırında bax təklik, onluq, yüzlük, minlik. Baxırıq buna. Bu 3 ədədinin sağındakı ədəd 5-dən kiçik olduğu üçün 4-ə heç bir şey, daha doğrusu 3-ə heç bir şey verə bilmir deyə olur 3000. Bu oldu ən böyük. Deməli ən böyük oldu 3499. Bəs ən kiçiyi nə olar? Bunlar 2599. Baxın, 2599 ədədi minliklərə qədər yuvarlaşdığında 5 buna birim verir deyə olur bu 3000. Deməli ən kiçiyi də oldu 2000, yox, 99 yox. 2500. 2500 oldu. İndi bizə nə deyir? Deyir ki, bizə alınan ən böyük və ən kiçik naturalların fərqini tapın. Fərqini tapaq. Nə qalır? 9, 9, 9. 999. Cavabımız C bəndi. 11-ci tapşırığa baxaq. Toplananların biri digərindən 18% böyükdür. Bu olsun birinci toplanan, bu olsun ikinci toplanan. Biri x-də tutaq ki deyək, biri isə x plus neçə vahiddir? 18 vahid böyükdür. Bu birinci, bir də ikinci. Cəmi 52 olarsa, yəni bu 2 dənə toplananın cəmi 52 olarsa, 2x bərabər 52-dən 18 çıxanda qalır 34, x bərabərdə qalır 17. Yəni 34 bölü 2, 17. İndi bizə nə deyir? Böyük toplananı tapın. Kiçik toplanan 17-dir, böyük toplanan isə 35-dir. Bizə böyük toplananı soruşur. Cavabımız A bəndə olar. 12-ci sualda isə azalan fərqdən 3 dəfə böyükdür. Baxın, azalan, çıxılan, bir də fərq var da, düzdürmü? Tutaq ki, azalanımız nə deyir? Azalan fərqdən 3 dəfə böyükdür. Azalan fərqdən 3 dəfə böyükdür. Deməli, 3 dənə fərq deməkdir.
Baxın, azalan böyükdürsə 3 dənə fərqimizin hasili edər azalan. Aha. Çıxılan 24 olarsa, çıxılanımızın yerinə 24 yazsaq. Baxın, azalanın əvəzinə yazıram 3 dənə fərq. Çıxıram 24'ü, yəni çıxılanı, bərabər qalır fərq. Düzdürmü? Sadəcə azalan çıxılan fərqin yerinə yazdım. İndi 3 dənə fərqdən nəyi çıxsaq bir dənə fərq qalar. Təbii ki 2 dənə fərq. Onlar 2 dənə fərq bərabər 24. Fərq bərabər tapırıq 12. Heç bilmədim nəyi soruşur. Prosta tapdım. Bizə deyir ki, nəyi tapın? Varsa azalanı tapın. Aha. Fərqimiz oldu neçə? 12. Mən azalanı tapmaq üçün nə etməliyəm? Fərqi vurmalıyam 3-ə. Onda azalanımız olar 3 dənə fərqin hasili. 12. Daha doğrusu üzr istəyirəm. 36. Cavabımız D bəndi olar. Baxırıq uşaqlar 13-cü suala. 13. 2 müsbət vuruqdan biri 162'dir. Deməli vuruq, bir də hasil etdi, düzdür? Deməli vuruğun biri 162'dir. Yerini yazıram 160. Bu vuruğu 18 ilə əvəz edib digər vuruğu 4 dəfə azaltsaq, aha, hasil nisbi azalar. Baxın uşaqlar. Aha, vuruğumuzun biri 162 idi. Hər hansı başqa bir vuruğa vursuq, alırdıq hasil. İndi hasil neçə idi bizə maraqlı deyil. Bu vuruğu 18 ilə əvəz edib. Yəni bu 162'ni bölsək 18'ə taparıq 9. Yəni 9 dəfə azaltsaq, yəni 18 ilə əvəz eləsək, həmin vuruğu, yəni 9 dəfə azaltsaq deyir. Əvəz edib, digər vuruğu 4 dəfə azaltsaq. Aha, digər vuruqda, baxın, nə idi bilmirik, bunu da 4 dəfə azaldırıq. Deyir ki, hasil neçə dəfə azalar? Aha, əvvəl 162'ni vuruğa vuranda hasil edirdi. Düzdürmü? İndi 18 vuruq bölək 4 nə edər? Aha, o necə tapaq? Hasil onda 36 dəfə azalar. Niyə? Səbəbini deyim uşaqlar. Deməli uşaqlar, biz dedik ki 2 müsbət vuruqdan biri 162'dir. Bu vuruğu 18 ilə əvəz edib. Əgər onu 18 ilə əvəz etdiksə, onu 9 dəfə azaltdıq. Doğrudurmu? Bu belə. 9 dəfə azaltmışıq nağd vuruğun birini. Sonra digər vuruğu 4 dəfə azaldırıq. Bu biri vuruğu da 4 dəfə azaldırıq. Deməli 9 vur 4 dəfə ümumi hasil azalır. 36 dəfə azalır. Cavabımız olar B bənd. 14'də isə bölünən böləndən, bu olsun bölünən, bu olsun bölən. Qismət edir 3'dür. Deyir bölünən böləndən 8 vahid böyükdür. Deməli bu bölünən bölənlə 8'in cəminə bərabərdir. Baxın, böləndən 8 vahid böyükdür. Yazdıq. Deyir ki, qismət 3 varsa bölünəni tapın. Bunu da yazıram yerinə. Bölünənin əvəzinə yazıram. Bölən üstəgəl 8 bölək bölən bərabərdir 3. Sadəcə bölünənin yerinə bunu yazdım uşaqlar. İndi bizdən nə seçir? Bölünəni tapın. Aha. Buradan böləni tapıb üstünə 8 gəlsək bölünəni tapacaq. Deməli bölünən, daha doğrusu bölən üstəgəl 8 bərabərdir 3 vuraq B. 3B'yə. Burada alırıq 2B bərabərdir 8'ə. B də bərabərdir 4. Deməli bölənimiz 4'dür. Onda yerinə qoysaq bölünən nə olacaq? 4 ilə 8'in cəmi, yəni 12 olacaq. Cavabımız C bəndi. 15'də isə n tək olarsa aşağıdakilərdən hansı cütdür? Uşaqlar, təki təkə vuranda edər tək. Üstünə cüt gələndə eləyər yenə tək. A variantı çıxdı. Baxırıq B variantına. Təki təkə vuranda edər tək. Üstünə tək gələndə eləyər cüt.
B variantı oldu cüt və cavabdır. Cavabımız oldu B bəndi. Sonra baxırıq 16-ya. 16-da n cüt olarsa, n cüt bizə deyir cüt olarsa aşağıdakilərdən hansı təkdir? Uşaqlar, baxın A variantına. Deməli, təki vururuq cütə, böləcək cüt. Düzdür. Üstünə də deyir 2 gəl. Yenə olacaq cüt. Bu olmadı. B bəndinə baxaq. Təki vururuq cütə. Elədi cüt. Üstünə də 4 gələndə yenə elədi cüt. Bu da deyil. C-yə baxaq. C-də təki vurur cütə. Elədi cüt. Üstünə də 3 gələndə eləyər tək. Cavabımız olar C bəndi. 17-də isə aşağıdakilərin hansı n-in bütün natural qiymətləri. Deməli, n-imiz nədir? Naturaldır. Bunu bilirik. Bütün natural qiymətlərində cütdür. N-in bütün natural qiymətlərində cütdür. Baxaq uşaqlar A variantına. N-i yenə tək desək, təkin üstünə tək eləyər cüt. Cütün kvadratı eləyər cüt. Deməli, tək halında ödəyir. Bəs cüt halına baxaq. Tutaq ki, hər hansı cüt hal. 2 qoyaq n-i yenə. 2-nin üstə 1-lədir. 3 kvadratı 9. Bu eləmədir. Qoyuruq kənara. Baxırıq B bəndinə. B bəndində tutaq ki, tək yoxlasaq. Təkin kvadratı elədi tək, üstünə tək elədi cüt. Cüt qoysaq, cütün kvadratı cüt, üstünə cüt, deyəcək cüt. Bu deməkdir ki, B variantı bizim cavab. Daha sonra 18-ə baxaq. Keçək digər vərəqə. Aşağıdakilərin hansı n-in bütün natural qiymətlərində təkdir? Şurada diqqət edin A variantına. Təkin kvadratı eləyir tək, 2 dənə təkdə eləyir cüt. Təklə cütün cəmi eləyir tək. Cüt qoysaq, cütün kvadratı cüt, üstünə cüt eləyir cüt. Bu doğru deyil. Bütün natural qiymətlərində deyir də bizə. Baxaq B bəndinə. B bəndində təkin kvadratı elədi tək. Üstünə 5 dənə tək elədi cüt. Cütün kvadratı cüt, üstünə 5 dənə cüt eləyir yenə cüt. Cavabımız olar onda B bəndi. Yox, bizə təki deyir. Yox, bu demədi. C-də isə, C-də bizə deyir ki, tək desək, tək vuraq cüt. Eləyəcək cüt. Bu doğru deyil. Bu cüt etdi. Amma D-də isə deməli bizə verib 4n kvadratı, üstə gələk 4n, üstə gəl 1. Uşaqlar, baxın. Bu 4n kvadratı üstə gəl 4n bu hər zaman cütdür. Yəni n-in tək qiymətində də, n-in cüt qiymətində. Üstünə isə 1 gələndə hər zaman təkidir. Cavabımız olacaq elə deyil variant. 19-da isə 19-da bizə deyir ki, n plus 1 tək olarsa. Bu nədir? Təkdir. Əgər əslində burada şərti düzgün vermir uşaqlar. İndi ola bilsin ki, aşağı sinifsiz, amma zaman gələcək başa düşəcəksiniz ki, n plus 1-in tək olması o demək deyil ki, n natural ədəddir. Amma burada verməlidir, n daxildə natural ədəddir. İndi vermir o heç. Aşağıdakilərdən hansı təkdir? Biz bilirik ki, bu təkdirsə, mən təkdən biri çıxsam, n-i alaram nə? Cüt. Deməli, n-in özü cütdür uşaqlar. N cütdür. Nə gözəl. İndi bizə deyir, aşağıdakilərdən hansı təkdir? N-imiz cütdürsə, A variantında deyir, cüt vuraq, cüt üstə gələk ki, təbii ki, bizə cüt edəcək, bizə təki soruşur. B bəndində cütün üstünə 1 gələndə eləyər tək, vuraq, cüt. Bu da eləyəcək cüt. Bu da doğru deyil, yəni bizə tək lazımdır. Sonra deyir ki, cüt vuraq, cüt çıxa bir, yəni tək. Bu da eləyəcək cüt. Bu da doğru deyil. Amma deyir ki, burada alırıq n cütdürsə tək, vuraq tək. Eləyəcək tək. Cavabımız oldu D variantı. 20-ci sualda isə yenə 3n plus 1 cüt olarsa,
Aşağıdakilərdən hansı cütdür? Bu cütdür. Yazıram cüt. Cütdən 1 çıxsam, eləcək tək. Təki 3-ə bölsəm, eləcək tək. Deməli, n özü nədir? Təkdir. N-i tək halını yoxlayıb cavabı tapacaq. Aşağıdakilərdən hansı cütdür deyir. Diqqət edək. 5-i təkə vuranda eləyər tək. Yəni təki təkə vuranda eləyər tək. Üstünə 2 gəndə eləyər tək. Bizə cüt lazımdır. B bəndinə baxıram. Təki cütə vuranda eləyər cüt. Üstünə 3 gələndə eləyər tək. Cavabımız olar. Üzr istəyirəm. Deməli, n-i, daha doğrusu 4-ü təkə vuranda eləyəcək cüt. Üstünə 3 gələndə eləyəcək tək. Bizə isə cüt lazımdır. Xeyr, bu deyil. Deməli, 3-ü vurdum təkə. Eləyəcək tək. Üstünə 5 gəlsəm eləyəcək tək. Bizə də tək lazımdır. Cavabımız olacaq C bənd. 21-ci sualda isə aşağıdakilərdən hansı təkdir? Aha, diqqət edək. Bizə verib 3-ün üstü 5, vuraq 2-nin üstü 6. Şöyle 3-ün üstü tək dərəcədəndirsə, deməli özü təkdir. Tək, vuraq. Bu da eləcək cüt. Təki cütə vurunda eləyər cüt. Bu deyil. C bəndinə baxaq uşaqlar. 3-ün üstü 4, vuraq 5-in üstü 6. 3-ün üstü cüt dərəcəsində olsa, tək dərəcəsində olsa hər zaman nədir? Təkdir. Bu eləyir tək, vuraq. 5-in üstü 6 isə yenə edəcək tək. Təki təkə vuranda eləyəcək tək. Bizə nə lazım? Tək lazım. Cavabımız oldu C bəndi. 22-də baxaq. Aşağıdakilərdən hansı ədədi 7-yə böldükdə alınan qalıq ola bilməz? Uşaqlar, hər hansı bir ədədi istənilən misal üçün götürürəm 18. 18. 7-yə böldükdə neçə düşür? 2 dəfə düşür, qalıq da qalır 4. Düzdürmü? Bizim qalığımız burada maksimum neçə ola bilər? Söhbət 18-dən getmir. Bölünənin, yəni 18 olmağından getmir. Bizim qalığımız 22 yazsaq düşər 3, qalıq qalar 6. Bizim qalığımız hər zaman böləndən kiçik olur. Hər zaman qalığımız böləndən kiçik olur. Ona görə biz deyəcəyik ki, əgər böləndən böyük olarsa cavabda qalıq ola bilməz. Yəni, heç vaxt qalıq böləndən böyük ola bilməz. Cavabımız olar 8. Yəni 8 ədədi 7-yə bölündükdə qalıq kimi alına bilməz. Cavabımız olar D bəndi. Sonra 23-də isə hansı ədəd 9-a böldükdə natamam qismətə 7 və qalıqda 2 alınır? Hansı ədədi deyir 9-a böldükdə natamam qismətə 7 və qalıqda 2 alınır? Onun üçün biz natamam qisməti bölənə vurub üstünə qalıq gəlməliyik. 65 cavabımız B bəndi. Daha sonra 24-də isə qalıq 2 və 16 gəlmiş ola bilir. Bölənimiz var 16. Natamam qisməti ilə n yazaq, yəni natamam qismət. Sonra nə deyir? Qalığımızda 2 olduğunu bilirik də. Deməli uşaqlar deyir ki, bölünən natamam qismətdən 47 vahid böyükdür. Bu nəzərə almalıyıq. Deməli natamam qismətin isə 47 deyəndə bölünəndir. Bunun üçün nə bilirik? Natamam qisməti 16-ya vurub üstünə 2 gələndə bölünən eləməlidir. Düzdürmü? Bu bölünənin əvəzinə bunu qoysaq, yazıram 16 dənə natamam qismətin üstünə 2 gələndə bu bölünən eləyir. Yəni natamam qismət üstəgəl 47 edir. Keçsək bir tərəfə 15 dənə n bərabərdir 45. 2-ni atdım bu sağ tərəfə. Burada natamam qismət tapdım 3. Düzdür. Natamam qismətimiz 3 isə onda bölünənimiz neçədir? Bölünənimiz olar 3 üstəgəl 47. Yəni 50. Cavabda var 50. Hə, var. Cavabımız D bəndi. Sonra 25-də isə deməli 5 rəqəmləri də verilib.
1, 2, 3, 5 və A. 5 rəqəmi də 3-ə bölünür. Deməli bu bölək 3 tam bölünür. A-nın mümkün qiymətinin cəmini tapın. Uşaqlar, ədədin 3-ə bölünməsi üçün biz deyirik onun rəqəmləri cəmi 3-ə bölünməlidir. 1 üstə 2 eləyir 3, 6, 11. Deməli 11 üstə gələk A bölək 3 tam ədəddirsə, A-nın yerində hansı ədədlər ola bilər? A-nın yerində 1 olsa olacaq 12 bölək 3 bölünəcək. 4 olsa 15 olacaq. 7 olsa bitdi. 1, 4, 7 olsa. Bizə nə edir? A-nın mümkün qiymətləri cəmini tapın. Cəm neçə eləyər? 1, 4, 7-nin 12 edər yəni onlarımız. Cəmimiz olar C bənd. Sonra 26-ya baxaq. A-nın hansı qiymətində 27A 157 ədədi 3-ə qalıqsız bölünür. Aha. 3-ə qalıqsız bölünməsi üçün yenə deyirəm. Rəqəmlər cəmi 3-ə bölünməlidir. Bu eləyir 9, 10, 15, bu da 7, 22. A-nın 2 qiymətində 5 qiymətində bir də 8 qiymətində, yəni A-nı yenə 2 qoysaq, olar 24, yəni bu cəm olar 24, A-nı yenə 5 qoysaq, olar 27, 8 qoysaq, olar 30 və bu rəqəmləri qoyduqda, bu verilmiş 5 rəqəmli ədəd 3-ə qalıqsız bölünür. 2, 5, 8 cavabımız C bəndi olar. 27-ci sualda isə A-nın hansı qiymətində 32A ədədi 3-ə və 4-ə qalıqsız bölünür. Uşaqlar, 3-ə və 4-ə qalıqsız bölünəndə deməli tam olaraq 12-yə bölünür. İndi bu 32A ədədi 12-yə hansı halda bölünər? Gəl baxaq. 32A ədədin bölək 12-yə. Düşür 2 dəfə 24, 8. Düzdürmü? 80 neçə 12-yə bölünür? 84. Düşür 7 dəfə 84. Budur 0. Deməli A-nın yerinə lazım imiş 4. Cavabımız B bəndi. 28-də isə aşağıdakı ədədlərdən hansı 6-ya qalıqsız bölünür? Uşaqlar, 6-ya bölünmək üçün 2-yə və 3-ə həmin ədəd bölünməlidir. Deməli, eyni zamanda 2-yə və 3-ə bölünürsə, deməli, o həmin ədəd 6-ya bölünür. 2-yə bölünməsi üçün sonu cüt olmalıdır. Yəni, A variantından C variantı sıradan çıxdı. Və 3-ə bölünməsi üçün nə olmalı idi? Rəqəmlər cəmi 3-ə bölünməli idi. Gəlin, B və D variantının rəqəmlər cəminə baxaq. B variantında rəqəmləri cəmi 19 edir və 3-ə bölünmədiyi üçün 6-ya da bölünmür. Amma D variantında 9, 3, 12 edir və 3-ə bölünür. Deməli, eyni zamanda 2-yə və 3-ə bölündüyü üçün 6-ya da bölünür. Cavabımız olar D bəndi. 29-cu sualda. A-nın hansı qiymətində yenə 76, 513 bir dənə də A ədədi 8-ə tam bölünür. Aha, diqqət edək. Uşaqlar, biz deyirdik ki, 8-ə bölünmə əlamətində verilmiş ədədin sonuncu 3 rəqəmi birləşib ədədi yaradır. Ta ki, 130 neçə? Bu ədəd 8-ə bölünürsə, bu o deməkdir ki, həmin bütöv ədəd 8-ə bölünür. Deməli, 130 ta ki, A neçədirsə, bu ədədi 8-ə bölünməsi üçün bölə görə bir dəfə 8, 5. Bu A-nı yenə nə gətirsə 8-ə bölünər? 6. Bu da eləyər 7 dəfə. 7, 8, 56. Deməli, A-nın yerində əgər 6 olsa, yəni 765.136 ədədi 8-ə bölünər. Cavabımız olar C bəndi. 30-cu sualda K-nın hansı qiymətində bu ədəd 9-a bölünür? Deməli, yenə verib
135, 7 bir də K. Ədəd 9-a bölünməsi üçün rəqəmləri cəmi uşaqlar nə olmalıdır? 9-a bölünməlidir. Rəqəmləri cəmini tapaq. 4, 9, 16. Deməli, K-nın yerində 2 olsa 113.000 neçə eləyər? 572 ədədi 9-a tam bölünər. Cavabımız olar A bəndi. 31-də isə K-nın hansı qiymətində? Yine eyni sual deməli. Bu ədədi 3 rəqəmlərlə 12-yə qalıqsız bölünür. Aha. Uşaqlar 12-yə bölünmək üçün dedik ki 3-ə və 4-ə bölünməlidir həmin ədəd. Və ədəd də verilib 6, 2 bir də K. Bu 3 rəqəmli ədəd 3-ə və 4-ə bölünməlidir. 3-ə bölünməsi üçün rəqəmləri cəm 3-ə bölünməlidir. 4-ə bölünməsi üçün də ki bilirik. Yəni 2 rəqəmin, sondakı 2 rəqəmin 4-ə bölünməsi kifayətlidir. Uşaqlar baxaq. Sondakı 2 rəqəmin 4-ə bölünməsi üçün nə olmalıdır? 20 olmalıdır, 24 olmalıdır, bir də 28. Yəni sondakı K 0, 4 və 8 olmalıdır. Amma 3-ə bölünməsi üçün 6, 2 eləyir 8, üstün 0 gələndə xeyr, bu ödəmir. 4 gələndə 12 bu ödəyir, 8 gələndə bu ödəmir. Deməli bir dənə 24. Yəni K-nın 4 halı. K-nın 4 halında 624 ədədi 12-yə tam bölünür. Cavabımız oldu 4 varmı? Bəli, C variantı. 32-də isə yine bunun hamısı bölünməlidir. 32-də isə deyir 423 K6 ədədi 12-yə qalıqsız bölünür. Deməli uşaqlar 12-yə qalıqsız bölünürsə 3-ə və 4-ə eyni zamanda bölünməlidir. Onda 3-ə bölünməsi üçün toplayaq. 6, 9, 6, 15. K-nın yerində 3 ola bilər, 0 ola bilər, 6 ola bilər, 9 ola bilər. Bu hallarda ədəd nəyə bölünəcək? 3-ə bölünəcək. Və 4-ə bölünməsi üçün K. Sonuncu 2 rəqəm yazılışdakı sondakı 2 rəqəm 4-ə bölünürsə o deməkdir ki ədəd verilmiş ədəd 4-ə bölünür. Deməli K-ya 1 qoysaq 16 bölünər 4-ə, 26 bölünməz 36 bölünər, 46 bölünməz 56 bölünər 5 olanda 66 yox 76 bölünər, 86 yox 96 bölünər. Deməli 4-ə bölünməsi üçün də 1, 3, 5, 7, 9 ola bilər. İndi bizə deyir ki deməli 3-ə və 4-ə bölünməsi üçün biz bunların kəsişməsini götürməliyik, düzdürmü? 0 yoxdur, 6 da yoxdur, 5 də yoxdur, 7 də yoxdur. Deməli olan hallar 3 və 9-dur. Deməli K-nın yerində 3 və 9 olarsa həmin ədəd 12-yə bölünər. Bizə indi deyir ki 32-də K-nın mümkün qiymətlərinin cəmini tap. 3 ilə 9-un cəmi bizə nəyi verər? 12-nin özünü verər. Cavabımız A variantı olar. 33-də isə uşaqlar. Deyir 4A5B 4 rəqəmli ədədi 15-ə tam bölünür. Aha. A-nın mümkün qiymətlərinin cəmini tap. Uşaqlar 15-ə bölünürsə bu deməkdir ki 3-ə və 5-ə tam bölünür. 3-ə bölünməsi üçün neçə eləyir? 9 üstəgəl A plus B. Düzdürmü? Bu 3-ə bölünür. Deməli A plus B-nin cəmi ya 3 ola bilər, ya 6 ola bilər, ya da 9 ola bilər. Deməli A plus B-nin cəmi 3, 6 və 9 olsa 3-ə bölünər. 5-ə bölünməsi üçün son rəqəm bu verilmiş ədədin, yəni 4A5B ədədinin son rəqəmi ya 0 ya da 5 ilə bitməlidir. Əgər B-miz 0 və 5 ilə bitirsə, bu nə deməkdir? Onda ədədimiz daha rahatlaşır. 4A5 0 yazılır. Ya da 4A5
5, 5 yazılır. İndi bu iki halda 3'ə bölünməni yoxlasaq, uşaqlar diqqət edin. Bu neçə eləyir rəqəmləri cəmi bunun? 9 üstəgəl A. Burada da eləyir 9, 14 üstəgəl A. Aha. A'nın yerində birincidə 0 olsa eləyəcək 9. Bölünəcək 3'ə. Amma digərində 0 olsa ödəməyəcək. 1 ödəyəcək. Burada ola bilər 0, 3, 6 və 9 olarsa ödəyər. Burada isə 1, 4, 7 bunlar olsa ödəyər. İndi uşaqlar diqqət edək. Deməli, bizim B'miz 0 olduqda diqqət edin. A'mız hansı ədəd ola bilər? 0, 3, 6, 9. Bizə nə deyir? A'nın mümkün götürünə cəmini tap. Tək A'nın soruşur da. Deməli, 3 üstəgəl 6 üstəgəl 9. Yəni, bu B'mizin 0 oldu. Və B'mizin 5 olduğu halda A'mız nə ola bilər? 1, 4, 7. Üstəgəl 1, üstəgəl 4, üstəgəl 7. Bu cəmi soruşur bizdən uşaqlar. 18, 19, 23, bu da 7. Yəni 30. Cəmimiz olar B bənd. 34'də isə uşaqlar. K'nın hansı qiymətində 42390 K ədədi 18'ə tam bölünür. Uşaqlar 18'ə bölünməsi üçün nə lazımdır? 2 və 9'a eyni zamanda bölünməlidir. 2'yə bölünməsi üçün sonu cüt bitməlidir. 9'a bölünməsi üçün isə rəqəmlər cəmi 9'a bölünməlidir. Gəlin toplayaq. Plus K bərabərdir. 6, 9, 18 ise K. 18 plus K. Deməli 18 özü 9'a bölünür. Üstünə neçə gəlsək, o 9'a bölünər. Aha. Üstünə neçə gəlsək, 7 gəlsə, yox, daha doğrusu 9 gəlsək. Bir də 0 gəlsək. Deməli K'nın yeri 0 olsa olacaq 18. Amma 9 gəlsə 27 eləyəcək. 9'a bölünəcək amma 2'yə bölünməyəcək. Bizə nə lazımdır? Sonu cüt olsun. Deməli sonu 0 olacaq. 2 və 9'a bölünsün və o deməkdir ki 18'ə bölünsün. Deməli K'nın 0 qiymətində cavabımız olacaq D variantı. 35'də isə 197.468 vur 2, 24, 24.383. Deyir, hasılının 5'ə bölünməsindən alınan qalığı tapın. Uşaqlar, bu hasılının sonu 3 ilə 8'in 3'ün hasıl eləyəcək sonu. 3, 8, 24. Sonu 4 ilə bitəcək. Sonraki ədədlər bizə maraqlı deyil. Əgər sonu 4 ilə bitirsə, o ədədi 5'ə böldükdə, bax, əvvəli nədir maraqlı deyil. Sonu 4 ilə bitirsə, böləcəyi neçəsə düşəcək, qalıqda qalacaq 4. Çünki sonu 0 və 5 ilə bitən ədədlər 5'ə bölünür. Əgər sonu 0 yox, 4 ilə bitibsə, bu demək ki, qalığımız nədir? 4'dür. Misal üçün götürək məsəl üçün 14. 14'ü 5'ə böləndə, baxın, 2 düşür, qalıqda 4 qalır. Başa düşə bildiyim ümidvaram. Cavabımız elə də abəndir. 36'da isə bu ədədin 9'a bölünməsindən alınan qalığı soruşur. Uşaqlar, ən rahatını edeyim. Ən yaxşısı bunu hesablayın. Bölün 9'a görün qalıq nə qalır. Mən bunu uzadı yazsam, yəni bir yerə vaxtımız gedəcək. Ən rahatı bunu bölün 9'a qalığı tap. 37'yə baxaq. Yəni sadə bir şeydir. 37'də ilk 30 natural ədədin neçəsi sadədir? Uşaqlar, baxın. Sadə ədədlər başlayır 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29 və s. Amma bizə ilk 30 natural ədəd deyir deyə bunlardır. Sayı isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədədi. Cavabımız olar C bənd. 10 ədədi naturaldır. Daha doğrusu üzr istəyirəm, sadədir. 38'də isə
Deyir ki, aşağıdakı ədədlərdən hansı sadədir? Diqqət edin uşaqlar. Uşaqlar, əslində bu həll olunması, belə deyim, fikirləşib tapılası bir şey deyil. Sadə ədədlər cədvəlin qursuzu qabağınızda bir neçə dəfə baxırsınız. Yəni 5 dəfə, 10 dəfə, 50 dəfə, axırda sonuc olaraq belə deyim, göz yaddaşınızda saxlayacaq ki, biraz böyük ədədlərdə 3 rəqəmli ədədləri belə yadda saxlamaq olur. Da indi 4 rəqəmli, 5 rəqəmli ədədlər demirəm, o yadda saxlamaq çətindir. Amma 3 rəqəmli ədədləri belə saxlamaq mümkün. Yəni bunların içə baxanda görürsən ki, hansı ədəd sadədir. Deməli 133 ədədi sadə ədəddir. Cavabımız olur A variantı. Yəni bunu belə deyim də hansısa misal həll etməklə tapa bilən şey deyil. Sadəcə cədvələ baxmalısın. 39-da isə uşaqlar 80 ədədinin sadə vurulan sayını tapın. 80 ədədinin uşaqlar sadə vurulan sayını necə tapaq? Ayıraq sadə vururlarda. Ayırsaq 2-yə 40, 2-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. Neçədən oldu? 5 dənə. Deməli 5 dənə sadə vuruğu var. Cavabımız olar D bənd. 40-cı sualda isə 72 ədədinin müxtəlif sadə vurulan sayını tapın. Gəlin ayıraq 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. Neçə müxtəlif sadə vuruq var? 2 dənə. Biri 3-dür, biri 2-dir. Müxtəlif. Deməli cavabımız oldu 2 dənə. Yəni A variantı. 41-də isə 1540 ədədinin neçə sadə böləni var? 1540 ədədinin neçə sadə böləni var? Gəlin ayıraq 2-yə 770, 2-yə 385, 5-ə 75. Düzmü yazdıq? Deməli 11, 16. Yox. Deməli 5-ə bölünəndə 7, 5, 35, 35-ə 5-dir. Yox, 75 yox. 77 üzrü sayın. Sonra 7-yə 11, 11-ə 1. Deməli bizə nəyə soruşur? 41-də deyir ki, neçə sadə böləni var? Sayın neçədir? 2, 3, 5 dənə. Cavabımız olar C bənd. 42-də isə 2740 ədədinin 2740 ədədini 2-yə bölsək, deməli 13, 70, 1370 edər. 2-yə bölsək 685 edər. Sonra 5-ə bölsək bir dəfə, 3 dəfə, 7 dəfə edər. 137-də sadə ədəd olmalısa bilməmsə, 137-yə 1 düşür. Neçə müxtəlif sadə bölən? 3 dənə müxtəlif sadə böləni var. Cavabımız olar B bənd. Sonra 43-də isə 5 üstü 4 ədədinin natural bölənlərinin sayını tapın. Uşaqlar 5 üstü 4 fərq yoxdur. A üstü n ədədinin n üstə gələk baxın. A üstü n ədədinin n üstə gəl 1 sayda nəyi var? Sadə böləni var. Bizə də 5 üstü 4 ədədinin 4 üstə gələk 1. Yəni 5 ədəd nəyi var? Bölənlərinin sayı var. Cavabımız olar D bənd. Sonra 44-də isə 72 ədədinin natural bölənlərinin sayını tapın. 72 ədədinin. Gəlin birinci sadə vurulan ayıraq uşaqlar. 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. İndi biz 72 ədədin 2-nin üstü 3, yəni 3 dənə 2 var. Bura 3-ün üstü 2 şəklində yazsaq, bizim nəyin soruşur? Natural bölənlər sayı. Natural bölənlərin sayı dedik ki, üstündən 1 artıqdır həmişə. 3 üstəgəl 1 vuraq, 2 üstəgəl 1. Sayda natural böləni var. Deməli 4 vur 3, 12 ədəd
ney var? Natural böləni var. Cavabımız olar D variantı. Daha sonra 45-də isə 300 ədədinin natural böləni. Yenə uşaqlar 300 ədədin deməli 2-yə 150, 2-yə 75, 3-ə 25, 5-ə 5, 5-ə 1. Bu nə deməkdir? 2 üstü 2 vur, 3 üstü 1 vur, 5 üstü 2. Natural bölünənlər sayı olacaq. Bunda 2 üstə 1 vuraq. Bunda 1 üstə 1 sayda. Bunda isə 2 üstə 1 sayda. Hasil necə? 3 vur 2 vur 3. 18 edir. Deməli, cavabımız olar B bənd. 18 ədəd neyi varmış? Natural böləni var imiş. Sonra 46-da isə 46-da uşaqlar əbob 36 və 44-ün əbobunu soruşur. Uşaqlar biz sadə üsulla demişdik ki, necə tapırdıq bunu? 36-nı 44-ü uşaqlar sadə vurğulara ayırmağa ehtiyac yoxdur. Mən sizə asan yolunu deyim. 36 ilə 44-dən ortaq vuruq çıxardırıq əbobun qarşısına. 4-ə bölünür hər ikisi, düzdür? 4-ü çıxardırım, yazıram əbob. Nə qaldı yerində? 9 ilə 11. Düzdürmü? Mən 4 heç yazıram. Əbob 9 ilə 11-in əbobu nə edir? 1 edir. Düzdür? 4 vur 1 ilə neçə? 4. Deməli, 36 ilə 44-ün əbobu 4-ə bərabər imiş. Cavab olar 1. Sonra 47-də isə diqqət edin. Baxın, əbob yenə 126 və 420 ədədinin. Gəlin ortaq vuruğunu çıxaraq görək neçə var. Deməli, 2-yə hər ikisi bölünür. Sonra 14-ə hər ikisi bölünür. 42-yə hər ikisi bölünür. Gəlin 42-ni çıxaraq hələ ki. 42-ni çıxarsaq qalır əbob nə? 3 burada qalır. 10 burada qalır. İndi diqqət edin. Uşaqlar biz deyirdik ki 42 vurağa dəymirik. Əbob qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabər edib? 1-ə. Bərabərdir 42. Deməli, bu ədədlərin əbobu 42-yə bərabər. Cavabımız C bənd. Daha sonra 48-ci sualda isə yenə əbob deyir. Aha, əbob 72 və 360. Uşaqlar 360 ədədi 72-yə bölündüyü üçün verilmiş ədədlərin əbobu 72-nin özünə bərabərdir. Cavabımız D bəndi olar. 49-da isə yenə əbob 198 və 200. Uşaqlar burada 2-ni çıxarsam qalacaq nə? Əbob 99 və 100. Biz bilirik ki 2 vuraq əbob daha doğrusu əboba ehtiyac yox. 2 vuraq. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. 2 vur 1 eləyir 2. Cavabımız B bənd. 50-ci sualda isə aşağıdakı ədədlər cütlərinin hansı qarşılıqlı sadədir? Diqqət edin, 11 və 13. 11 və 13 qarşılıqlı sadələrdir. Dedik ki, ortaq böləni olmayan ədədlər cütünə nə dedik? Qarşılıqlı sadə ədədlər. 51-də isə 30 ədədi aşağıdakı ədədlərdən hansı ilə qarşılıqlı sadədir? Uşaqlar 70 ilə yox, çünki hər ikisi 10-a bölünür. 84 ilə yox, hər ikisi 2-yə bölünür. 105 ilə yox. Niyə? Çünki hər ikisi 5-ə bölünür. 77 ilə 30 ədədinin ortaq böləni olmadığı üçün onlar qarşılıqlı sadədir. Cavabımız, deməli 50-də cavabımız B elədi, 51-də nə elədi? Bəs yenə B etdi. Daha sonra 52-ci sualda isə aşağıdakı ədədlər cütündən qarşılıqlı sadə deyil. Hansı qarşılıqlı sadə deyil? 1 ilə 10, 9 ilə 11, 11 ilə 10, bunlar hamısı qarşılıqlı sadədir. 10 ilə 12 ədədinin ortaq vuruqları olduğu üçün onlar qarşılıqlı sadə ədədlər deyil.
53'te də karşılığı sadə deyildir. 13 ilə 52. Çünki 13 ilə 52 bir-birinin biri digərinin böləndir. Yəni 13 52-nin böləni olduğu üçün qarşılığı sadədə deyillər. 54-də isə aşağıdakı ədədlər cütündən hansıları qarşılığı sadədir? Diqqət edək. 14 ilə 19 qarşılığı sadədir. 24 ilə 25 qarşılığı sadədir. Digərləri yox. Cavab 1, 3. Yəni B bəndi. 55-ci suala diqqət edək. Əkob. Uşaqlar, diqqət edin bir şey deyəcəm. 72 və 96. Əbobda dediyim eyni qayda bura aiddir. Ortaq vuruq çıxara bilirsinizsə, çıxarın. 72 ilə 96-dan ortaq vuruq nə çıxarmaq olar? 6 çıxarmaq olar. 12 də çıxarmaq olar. Ən yaxşısı hələ ki 12-dir. 12-ni çıxaraq görək. Əkob nə qalır? 6 burada qalır. 8 burada qalır. Deməli 24 də çıxarmaq olardı. Eybi yox. 6 ilə 8-dən bir də çıxaraq. Olsun 12 vur 2 edəcək. 24 vur Əkob. 3, 4. Aha. Diqqət edin uşaqlar. 24 vura dəymirəm. Qarşılıqlı sadə ədədlərin əkobu demişdik, onların hasilinə bərabərdir. 3 vur 4, yəni 12-yə. İndi 24 ilə 12-nin hasili nə edər? 240, o da 48. 288. Deməli, 72 ilə 96-nın əkobu 288-ə bərabər etmiş. Cavabımız C variantı. 56 da var hələ. 56-da isə yenə əkob 128 və 192 ədədinin. Baxırıq uşaqlar, buradan 64-ü mən çıxara bilərəm. Yazaram əkob 2 və 3. Diqqət edin. 64-ə dəymirəm. Əkob 2 3-ə nə idi? Qarşılığı sadədələrin əkobu ondan hasili idi. 24. 2 hətta 36, 38. 384. Cavabımız B bəndi. Daha sonra 57-yə baxaq. 57-də bizə 60 ilə 120-nin əkobunu soruşur. Uşaqlar, bu şifahidir. 60 ilə 120. Buradan 60-ı hissəsə çıxara bilərsiniz. Əkob 1, 2 qalar. Qarşılığı sadədələrin əkobu hasilərinə bərabərdir. 60 vur 2. 120. Cavabımız A bəndi olar. Əslində siz bunu şifahi bilməlisiniz. Qaydanı yox, 60 ilə 120-nin əkobunu deyirəm. Çünki 120 60-a bölündüyü üçün əkobu 120 götürülür. Əbobu isə 60 götürülür. Sonra əkob 12 və 25. Yazıram əkob. Diqqət edin, bu maraqlı hissədir. 12 və 25. Uşaqlar, 12 ilə 25-in ortaq vurğu olmadığı üçün onlar qarşılıqlı sadədələrdir. Qarşılıqlı sadədələrin əkobu onların hasilinə bərabərdir. Yəni 300-ə bərabərdir. 12 vuraq 25-ə. Cavabımız A variantı. 59-da isə bizə verib əkob 12 30 vuraq əbob yenə 12 30. Diqqət edin. Uşaqlar, əkobla əbobun hasili biz bilirdik nəyə bərabərdir? Onların hasilinə. 12 ilə 30-un hasilinə. Düstur var daha, yadınızdadırsa. Bu nə eləyir? 360 etmir. Cavabımız olur C bəndi. Əgər yadınızdadırsa, əkob AB-ni əbob A-ya vuranda A vur B edirdi. Və yaxud istəsəz, əkob AB-ni tapıb, sonra əbob AB-ni tapıb bir-birinə vura bilərsiniz. Yenə 360 alacaqsınız. Və bu videonun sonuncu sualında isə, yəni 60-da, əkob A ilə 15 vuraq əbob A ilə 15-in hasilidir 300-dürsə, uşaqlar diqqət edin, yuxarıdakı sualın demirlər eynisidir. 300-dürsə, bizdən A-nı soruşar yəqin ki, A-nı tapın deyir. Uşaqlar, biz bilirik ki, əkob AB ilə əbob AB-nin hasili A vur B-dir, yəni A vur 15-dir. Bu hasil 300-dürsə və A bizdən nə tapırıq? 300 böl 15, yəni 20. Cavabımız olar D variantı.
Bu qədər uşaqlar, kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Sağ olun.